Eloşa da gedir. Sədərəyə. Yaxşı, getmir, get. Elazığ'a bir dənə belə bir mətbəx almaq istəyirəm. Mən mətbəxdə iş görəndə o da başını qatsın. Çox gözəldirlər, amma qiymətlər çox bahadır. 200, 250, ən aşağısı 150 manatdır. Selpakları yığdım. Sabahınız xeyir. Biz dünən Sədərəyədən gələndən sonra bir işimiz vardı. Onu da həll elədik, gəldik. Artıq saat gec idi, ona görə heç nə bilmədim. İndi sizi göstərmək istəyirdim deyə axşam yerinə yerləşdirmədim. Dünən Sədərəyədə ancaq bu xırdavat hissəsinə deyim də, bu paraşokdur, salfetkadır, belə şeylərə uşağımızın pampersidir. Bunları ümumi 110 manat falan belə xərc etdik. Bir dənə kərvanda 86 manat verdik. Çünki belə deyim də, bir gedəndə bu qədər şey alıram, amma mənə bir 6 ay ən azı bəs edir. Bəlkə 6 ayla da çox bəzi şeylər bəs edir. Bir dənə belə qulaq şoku almışam. Bu bizim üçündür. Bir dənə də Elazığ üçün almışam. O da buradadır. Ay, Elazığ üçün deyil. Bu ikisi bizim üçündür. Bir dənə də Elazığ üçün almışım. Uşaq üçün var. Daha sonra Milo markasının belə bir salfetkasını almışam. Mənim salfetkasız günüm yoxdur. Yəni mütləq həmişə yanında salfetka olmalıdır. Evdə də, çöldə də. Ona görə bu salfetkadan alıram. Yumuşaqdır, yaxşıdır. Marketdə biraz daha satılır. Əvvəl 1 manat 50 qəpiyə idi. İndi qiyməti qalxmıyor. 50 qəpiyə 1 manat 70 qəpiyə olur. Sonra Selpakanın belə süfrə salfetkasından almışam. Bəlkə bunları aşağı qoyun. Gördüyünüz kimi ancaq salfetkalardır burada. Bu da salfetka. Bu da süfrə salfetkasıdır. 70'dən 2 dənə aldım. Yəni belə gedib topluca alışveriş eləmək əslində sərf eləyir. Daha sonra belə bir deodorant almışam. Bu əslində təriflənən məhsuluydu. Ona görə dedim alım yoxlayayım. Keçən bu markanın başqa bir cürəsini almışdım. Bəyənmişdim. Daha sonra belə bir sabun almışam. Biraz axıb deyəsən. Belə bir sabun, əl sabunu almışam. Bu qab şampunudur. Belə bir qab şampunu almışam. Daha sonra bunu Moykada istifadə etmək üçün almışam. Görək yaxşı ağarda biləcəyimi. Sonra Alafran bu aralar hamı bunu mənə deyirdi. 72%li sabun, maye formasında bunu almışam. Daha sonra Perl'un belə qara üçün, rənglilər üçün, bir də ağlar üçün olanını almışam. Bunun əsas qabına görə aldım. Əslində böyük boyunu almışdım. Paltaryanın yanında istifadə etmək üçün almışdım. Belə yağlı kağız aldım bir dənə. Qızım onu açma ya, canını açma onu, yaxşı. Daha sonra belə bir Sodex'in sıvı sabununu hamamda, burada Moyka'nın yanında istifadə etmək üçün almışam. Selpak almışam. Bu da ən çox istifadə edədiyimdir mətbəxdə.
Bunları yerə yığmaq istəmirəm, çünki Elazığ əziyyət keçirəcək. Daha sonra 2 dənə Norfix aldı. Bunlar da əvvəl 13 manat idi Sədərəkdə. İndi bunların da qiyməti qalxıb 15 manat 50 qəpik birini. Sonra gəl qızım bununla oyna. Gəl Norfixlərlə oyna. 2 dənə belə zibil bloku almışam. Böyük boydu. Biz zibil klokunun böyük boyu alırıq. Belə əlcək almışam. Bunu hamamda istifadə edirəm. Əlimdən xloriyi gəlməsin deyə istifadə edirəm. Bu Eliza üçün olan qulaq çöpüdür. İlk dəfə bu markadan alıram. Həmişə Rozmandan alırdım. İndi orada gördüm, dedim bu markanı yoxlayayım. Bir də 2 dənə belə diş şapkası aldım. Gəz şeklində ikili olan. Oyuncaq mağazasına girmişdik. Orada sizə göstərdim. Belə bir şey almışam. Uşaq üçün. Arxa hissəsində qələmi var və qələmi ilə üzərində yazılar yazırsınız. Rənglidir. Bunu aldıq, amma indi verməyəcəm çox güman. Biraz yaşı üçün deyil, uyğun deyil yaşı üçün. Biraz büyüsün, sonra verəm. Amma getdik, gördük, dedim, görmüşəm, alam. Bəzi oyuncaqlar almışam ki, Elazığ'a indi vermirəm. Biraz büyüsün, daha sonra verəcəm. Ayca. Bir də belə bir Eliza üçün kitab almışam. Əslində bu yaxboz kimidir. İçi yaxboz nədir? Puzzle kimidir. İçərisi bu kitabın puzzle kimidir. Amma kardondandır. Təkcə üzü yox, iç hissəsi də kardondandır. Əsas ona görə aldım. Heç yerdə kardon kitab tapa bilmirdim. Hər tərəfdə kardon olan tapa bilmirdim. Çünki Eliza'nın əlinə hansı kitab versən cırır. İmkan vermir. Ona görə fikirləşdim, bunu ona göstərsəm, cıra bilməz, həm də marağını cəlb edir. Dənizlər aləmidir. Əslində bunun başqa formasını istəyirdim. Çünki Eliza'nın dənizlər aləmi ilə bağlı çox kitabı var. Bütün kitablar demək olar ki, dənizlərlə bağlıdır. Bu qədər alışverişimiz bu qədərdir. Yəni, ümumi dediyim kimi bu qədər alışverişə, daha doğrusu bu oyuncaqları saymamışdım. Oyuncaqları da saysaq, başqa bilmirəm, nəsə almışdıq yoxsa yox. Ümumi, yəni götürsək, bu oyuncaqlar daxil falan, haradasa bir 140-150 manata yaxın xərcləsək. Etaplı. Eliza, neynir ata? Yaxşı.
Eliza. Ay canım. Elizanın yatmağından istifadə edib getdim mətbəxə və yeməkləri hazırlamağa. İlk öncə özümüzün yeməyindən başladım. Birinci su qoydum və makaron hazırlayacaqdım. Bu makaronu mən Azzadan almışam. Artıq neçə dəfədir ki, Azzadan makaron alıram və çox bəyənirəm. Bu gün də sweet chilili ətli makaron hazırladım və dadını çox bəyəndim. Axıracan siz də baxın. Çox rahat reseptdir. Sadəcə sizə sweet chili və ət makaron lazımdır. Eliza üçün də Türkiyədən Trendyoldan aldığım tarhanadan istifadə edəcəm. Bu çox yaxşıdır. Elizanın çox xoşuna gəlir. Çox nadir yediyi yeməklərdəndir. Daha sonra soyuducuda biraz göyərtilərim qalmışdı. Çıxartdım ki, heyf olmasınlar. Ona görə bir salat hazırladım. Tez bazar bir salat, amma dadı çox yaxşı alınmışdı. Pomidor, xiyar, kağıdan istifadə edirəm. Daha sonra zeytun yağı və biraz turşu əlavə edirəm. Turşu ilə daha dadlı olur. Qızım da yuxudan durur. Yeməkləri hazırlayıb qutarmışam. Məni istədiyinə görə artıq Kənana verirəm qalanını, yeməyi çəkməyi. Kənan da sağ olsun, məni qırmır və yeməyi çəkir. Biz də ana bala atamıza baxırıq. Daha sonra da birlikdə oturub yaxşıca nuş edirik. Yeməyimizi də yeyib qutarırıq. Daha sonra keçirəm biraz yığışa. Biraz yağ atılmışdı. Ona görə ilk olaraq qazın üstünü təmizləyirəm. Daha sonra qabları yumağa keçirəm. Yenə mən, yenə qablar baş-başa. Yenə çoxlu qablarım var idi. Hamısını yudum qutardım. Daha sonra da təzə aldığım, videoda sizə göstərdiyim, adı yadımda deyil nədir, toz kimi olanı yoxlayıram moykada və bəyənirəm. Yaxşı ağardır. Yəni görsəz ala bilərsiniz. Sonra da fikirləşirik neyniyək, çıxaq gəzməyə. Birinci Eliza ilə mən çıxırıq gəzməyə, sonra Kənan bizə qoşulur və biraz evə bazarlıq edirik, sonra da qayıdırıq. Hava birdən-birə o qədər soyudu ki, bilmirsən nə giyinəsən, nə giyinməyəsən. Dünən Sədərəyə gedəndə hava çox isti idi. Bugün də hava çox soyuqdur, küləkli idi, amma istədim yenə də Eliza çıxsın, hava alsın. Hə, Eloş? Buyur. İki dəqiqdən bir məni çəkirsən deyə. Biz bazarlığımızı elədik, gəldik, amma bir şey haqqında danışmaq istəyirəm. Bazarlıq eləyəndə növbə mədəniyyəti bizim insanlarda heç cürə yoxdur. Bunu hər dəfə görürəm. Bakıxanovda yaşayanlar bir çoxları məncə Möcüzə marketi tanıyar. Köhnə adı Sərhamdır. Qiymətləri digər marketlərə görə uyğundur. Əsasda meyvə tərəvəz.
və hər zaman qarşısı dolu olur. Günün hansı saatı getsə, fərqi yoxdur. Həftənin hansı günü gelirsən, hər zaman sıxlıq olur və insanlar bir-birinə heç cürə köməklik göstərmir. Kassa bir dənə idi və ham bir-birini itələməyə çalışırdı, qabağa keçməyə çalışırdı. Biz çalışırıq ki, alış-veriş edəndə Elazığına çox sıxlığa salmayaq. Kənarda məni gözləyirdilər. Xalalar məni əzişdirməyə çalışırdı. Və mən də axırda əsəbləşdim, səsimi çıxartdım və biraz orada əsəblərim korlandı. Biraz mübahisə elədik, amma bazarlığımı elədim və çıxdım. Buradan məni izləyən hər kəsə səslənirəm. Növbə mədəniyyətini özümüzdə formalaşdırmalıyıq. Bəli, kənarda bizim uşağımız gözləyə bilər. Biz harasa gecikə bilərik və yaxud xəstə ola bilərik, amma qarşımızdakını da nəzərə almalıyıq. Onun əsəblərini sınaqdan keçirtməməliyik. Ondan sonra da axşama çoxlu ütülərim yığılıb qalmışdı. Başladım ütülərimi ütüləməyə. Mən artıq ütülərimi qutaranda saat 1 idi. Və videonun sonuna yaxınlaşırıq. Özünüzə yaxşı baxın. Növbəti vloqlarda görüşmək üzrə.